İlk videomuzdan salamlar. Mən bildiyiniz üzrə Slexter və bu ilk videomdur. Bu videoda sizə göstərəcəyim şeyləri eləsəniz, yeni başlasanız belə çox asan teorik kafa vura biləcəksiniz. Dreams are the true mirror of the unconscious. Buradakı bu kontrollərinizi düzəltməlisiniz. Buranı özünüz nə tər rahatsa elə eləməlisiniz. Məsələn üçün mən dürbün bura qoydum, 3 barmaq oynayıram deyənə. Bir də bu vuruş düyməsini çox böyük eləməyin. Head atmaq üçün çox böyük eləməyin. Nəysə, bu birinci maddəmiz idi. İkinci maddəmiz öz hassasiyyətinizi qurmaqdır. Öz hassasiyyətinizi qurun deyirəm, çünki internetdəkilərdən və ya yapay zekadan götürsəniz, özünüzlə uyğun olmaya bilər. Öz hassasiyyətinizi necə quracaqsınız? Buradan bu üretim diyarına vurandan sonra craftlarına vurursunuz. Burada YouTube headshot var. Burada headshot maplərindən birini seçirsiniz. Ya tək ya da dostunuzla o da qrup oynuyorsunuz. Oynayanda da hər ölüb eləyəndə buradan hassasiyyətinizi dəyişirsiniz. Mənim hassasiyyətimi videonun sonunda görərsiniz. Məsələn, bir dəfə yüksək eləyin hassasiyyəti, bir dəfə düşük eləyin. Random atın yəni hassasiyyətləri. Üçüncü maddəmiz isə sizdə mi klan axtarırsınız? Tək mi oynuyorsunuz? Yaxşı dostlarınız yoxdurmu? Bizim klanımıza gəlin. Reklama bax. Nəysə, bu arada gördüyünüz bu klanımıza da gələ bilərsiniz. Bizə də nə bu adam tanışdır, bu kimdir bilmirəm. Yəni klana gəldi. Əgər izləyicilərdən gəlmək üçün yer olmasa onu ata bilərik. Çünki tanımıram yəni. Random gələnlərdən biridir. Klanımız bu şəkildədir. Dünən açmışam. Realizm Esport. Dördüncü maddəmiz olmaq isə baxın. Qətiyyən məncə bu eğitimdən bakın, qətiyyən burada bunların üstündə yoxlamayın head vurmağı. Çünki bunların üstündə çox asandır. Göstərim mən də. MP ilə zaten göstərəkdən tərqələyim. O MP ilə məsələn göstərim. Bax. Asaq deyib head vuramamam. Nəysə. Bu arada günün yani heç telefonu əlimə almamışam. İşik yanan kimi geldim burada şeylərdə. Yəni bunlara çox asan head vurulur. Siz bunlara head vurup demeyin də, yəni çox asan head vurulan falan həvəsə gəlməyin. Çünki bunlar çox asan vurulur. Mən indi əlim heç sınıqdır deyə vuramıram. Əsasən bunlara vurmaya çalışıram. Bunlar çünki əsl uzaqlıqdadır və rəqib kimi hərəkət edirlər, qaçırlar falan. Ondan başqa sonuncu maddəmiz olaraq isə hassasiyyətinizi diyelim tapdınız, butonlarınızı yerləşdirdiniz. Son olaraq bunu mütləq eləməlisiniz. Baxın, mən indi məsələn üçün eləcə mən UMP ilə oynasam, bir yerdən sonra UMP öyrəşəcəm və bunun yanında heç bir şey olmuyor. Sadəcə UMP ilə oynaya bilərsiniz. Onun yerinə siz buradan bir dənə UMP götürsəz, yəni bir dənə pompalı, bir dənə deagle. Fərqli silahlar götürün, hər belə 5-10 xalda bir dəyişin. Belə hər bir silaha öyrəşəsiniz və daha asan tədbirlərsiniz. Bundan başqa bir də mən bir söz deyəcəm. Hansı YouTube'a baxırsınız, baxın, bütün hamısı sizə bunu deyəcək. Belə bu deyəcək, bax. Belə bu deyəcək. Mən bunu tövsiyə eləmirəm. Yeni başlayırsansa heç tövsiyə eləmirəm. Çünki baxın, bunu belə elədi-mi, belə qaldırdı-mı, bunu bir endirmək var da. Bunu da əliniz hələ öyrəşməyib deyənə satın olacaq. Onun yerinə var, bunu gətirin, bir balaca yuxarı elə. Arada belə gördüyünüz kimi çox vaxtı head gedir. Bir balaca yuxarı eləsəniz, bir balaca yox. Baxın mənim vuruş şeyimə. Bu çox vaxtı head gedir. İndi mən dediyim kimi günün direkt ilk əlim də yox. Heç birinci şeyimdir bu. Oyuna girdiğim birinci andım. Gördüğünüz kimi nə əlaqələ. Neyse, bu arada videomu beğendiyseniz abone olup like atmayı unutmayın. Belə videolar çox atacağım yəni. Free Fire'da size yaxşı oynadacağım yəni, oynaya bilərsiniz. Bu arada mən Free Fire'ı bırakmıştım, 10. günümdə oynayıram. Yəni bırakmaq səbəbim hesabım geçmiştim. Bu da çok hesabımdan. Şey diyeceğim. Mən oyunu oynamayacaqdım. Elə belə dostum mənə yüklətdi, dedi ki oynayaq elə belə. Gördüm
da atabildim. Hoşuma gəldi, həvəsləndim. Ona görə sizə head atmağı öyrədirəm ki, oyuna həvəslənəsiniz. Orada klanımıza da gəlməyi unutmayın. Hər yerdən gələ bilərsiniz. TikTok'da da varıq bu arada. Hər yerdən Slex ya da Slex yazsanız biz gəldik. Bizdə də Instagram hesabı açmamışam, o da lazım deyil. Neyse, yeni bir videoda görüşərik. Bay bay.